şərt deyil ki, hamı gəlsin Bakıya. Əksinə, bugün məsəl üçün Xankəndi kimi şəhərə Bakıdan gəlirlər, Naxçıvandan gəlirlər, başqa yerlərdən gəlirlər. İndi Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq. Və bu mobillik yeni bir mədəniyyət gətirəcək cəmiyyətə. Yəni, xüsusilə bugünkü bu internet dövründə harda iş var, gedirəm, orada işləyirəm, orada yaşayıram, orada şərait olmalıdır. Bakıdakı kimi olmasa da, amma heç olmasa Bakıya yaxın olan şərait olmalıdır. Yəni, məqsəd budur və bu, deyə bilərdim ki, bir yan məqsəddir. Təbii ki, əsas məqsəd keçmiş köçkünləri ora qaytarmaqdır və bugün artıq 70 min insan orada yaşayır. Onların hamısı köçkün deyil təbii ki, ancaq işləyənlər və əksəriyyət köçkün deyil. 32 şəhər və kənddə bu il bir neçə dəfə biz orada yaşayanların sayını artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.